Salam, hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə Güvən 2025-ci il MİQ suallarının izahına baxacağıq. Xatırladıram ki, bizim MİQ sertifikasiya üçün sürət qruplarımız hal-hazırda fəaliyyət göstərir. Sınaq qruplarımız hal-hazırda fəaliyyət göstərir. Hər gün bir sınaq işləyirik. Əlavə olaraq dərslər keçirik. Dərslərə uyğun tapşırıqlar işləyirik. Sınaqların video kayıtları olur. Həftədə 5 dəfə dərsimiz olur. 7 gün 24 saat sözün əsl mənasında yüksək nəticə üçün çalışırıq. Arzu edənlər minimum ödənişlə qruplarımızdan yararlana bilərlər. Birinci çalışmanın izahına başladıq. Deyir ki, birinci çalışmada bizə aşağıda müxtəlif orbitalların örtülmə formaları göstərilmişdir. Deyir ki, deməli, etilenin polimerləşərək polietilenə çevrilməsi prosesi zamanı hansı mülahizələr deməli, doğru olacaq? Deməli, etileni əvvəlcə gəlin polimerləşdirək. Bilirsiniz ki, etilen CH2, 2 qat rabitə CH2, N-mol etilen götürüb polimerləşdirəndə 2 qat rabitə qırılır, kənarlara verilir və polietilen əmələ gəlir. İndeksdə də N yazırıq polimerləşmə dərəcəsini və burada qırılan rabitələr hansıdır? Gəlin baxaq. Ümumiyyətlə, burada deyir ki, proses zamanı molekulda bir nömrəli örtülmədən yaranan rabitə qırılır. Deyir, bu rabitə qırılır. Siz bilirsiniz ki, burada pp orbitallarının, yəni bax bu formada pp orbitallarının bir-birinə qapaması pi rabitənin olmasına işarə edir. Və burada bu orbitalların qırılması o demək ki, pi rabitə qırılıbdır. Həqiqətən də biz burada pi rabitənin qırıldığını müşahidə edirik. Pi rabitəsinin qırılması bax bu şəkildədir. Həqiqətən burada görürsünüz ki, bax bu pi rabitəsi, buradakı bax bu pi rabitəsi qırılır. Gördünüzmü? Tək qat rabitə qalır təkcə karbon-karbon arasında. Həmin pi rabitə qırılırsa, deməli pp orbitallarının bu formada qapanması qırılır. Deməli, həqiqətən birinci mülahizə doğrudur. Sonra növbəti halda bizə deyir ki, deməli, proses nəticəsində molekulda yalnız 2 və 3 nömrəli örtülmələr qalır. 2 nömrəli örtülmə ümumiyyətlə yoxdur burada. Nəinki etilendə, hətta polietilendə belə 2 nömrəli örtülmə yoxdur. 2 nömrəli örtülmə nə deməkdir? pp orbitallarının sigma rabitə əmələ gətirməsi. pp orbitallarının sigma rabitə əmələ gətirməsi xlor molekulunda, fluor molekulunda, yəni halogenlərin molekulunda və yaxud da ki, azotda sigma rabitə kimi göstərə bilərik. Bu pp orbitalları deməli, p elementləri arasında, məsəl üçün yenə deyirəm, bax xlor arasında bilirsiniz ki, p elementidir o. P elementi isə burada rabitə əmələ gətirən orbitallar p orbitallardır və burada sigma rabitədir. pp orbitalları bax bu şəkildə qapananda sigma rabitəsini əmələ gətirir. Bunu xlorda müşahidə edə bilərik, fluorda, ondan sonra bromda, yodda və s. Həmçinin biz bunu müşahidə edə bilərik azotda. Azotda bir sigma 2 pi rabitə var. Sigma rabitə bax bu formada qapanmanı göstərir. Pi rabitə isə bax birinci göstərmişdim. Bax pp orbitallarının bu formada və birinci formada qapanması hesabına göstərir. Azotda 2 dənə birinci formadan var. İkinci formadan isə cəmi bir dənə var. Çünki o sigma rabitəni göstərir. Yəni ümumiyyətlə deməyim odur ki, nə etilendə, nə də polietilendə ümumiyyətlə ikinci formanı görə bilmərsiniz. Ona görə bu səhvdir. Elə baxan kimi bu ifadənin səhv olduğunu gördük. Yaranan yeni karbon rabitələri 4 örtülmə hesabına yaranır. 4-cü örtülmədə hibrid dairə qapanmasıdır. Yəni hibrid hidrogen. Yəni məsəl üçün karbon hidrogen arasındakı rabitələri biz hibridləşmiş formada karbon, qeyri-hibrid hidrogen dairə formasında göstərilir. Yəni burada sp3 s qapanmasını və ya da heç sp3 s olmasın, sp2-dir, sp-dir. Onlar hamısı armudvari formada göstərikdə. Bu qapanma 4-cü qapanmadır. Burada karbon-karbon arasında olmur. Axı karbon hidrogen arasında olan rabitədir. Ona görə karbon sözü səhv olduğuna görə 3-cü ifadəni səhv qəbul edəcəyik. Növbəti halda deyir ki, reaksiya nəticəsində qeyri-hibrid orbitalların sayı azalır. Reaksiya nəticəsində həqiqətən qeyri-hibrid orbitalların sayı azalır. Nəyə görə? Çünki burada etilində qeyri-hibrid orbital sayı deyəndə rabitə yaradandan söhbət gedirsə əgər, hidrogen üstəgəl pi vurulsun 2 nəzərdə tutulur. 4 hidrogeni var, 1 pisi var, 1 2-yə vuranda 2. Deməli 6 rabitə yaradan qeyri-hibrid orbital var etilendə. Amma polietilendə isə hidrogen 4-dür, üzərinə pi vurulsun 2 gələ bilmirik. Niyə görə? Çünki orada artıq pi rabitəsi yoxdur. Pi rabitə qırılıb. Ona görə də 4 hidrogeni nəzərdə tuturuq və qeyri-hibrid orbital ancaq hidrogenə görə 4 olacaq. 6-dan 4-ə keçid edəndə həqiqətən qeyri-hibrid orbitalların sayı azalmış oldu. Yəni azalma müşahidə olunur. 1 ilə 4 doğru olduğuna görə cavabı C variantı seçərik. Nə oldu? Növbəti ikinci çalışma nizamımıza davam edirik. Deyir, reaksiya soyuq, daha doğrusu reaksiya mühiti soyuq natrium OH-la mühitdir. Alınan duzların mol sayı 4 moldur. Tam reaksiya daxil olan xlor qazının həcmini deyir hesablayın. Gəlin indi buna baxaq. Deməli, burada biz nə edəcəyik? Bilirsiniz ki, xlor natrium OH-la reaksiya daxil olanda soyuq şəkildə natrium OH-ın üzərinə xlor gələndə
Buradan natrium xlor O maddəsi, bir də ki su maddəsi əmələ gələcək bildiyimiz kimi. Reaksiyanı yazdıq. İndi gəlin reaksiyanı əmsallaşdıraq. Əmsallaşdırmanı necə yerinə yetirərik? Əslində əmsallaşma rahatdır. Yəni istəyirsiniz birbaşa əmsalları qoyaq ya da balans sulu qoyub əmsallaşdırmanı o şəkildə də yerinə yetirə bilərsiniz. Amma asandır. Bilirsiniz ki, burada natrium OH-ın qarşısına 2 əmsal düşəcək. Natrium xlorun qarşısına 1 əmsal, suyun da qarşısına 1 yazsaq əmsalımız tamamlanır. Bizə deyir ki, əgər alınan duzların mol sayı 4 mol olsa, yəni söhbət natrium xlordan natrium xlor O-dan gedir, o zaman deyir tam reaksiya daxil olan xlorun həcmini hesablayın. Normalda biz bilirik ki, 1 mol natrium xlor, 1 molda natrium xlor A əmələ gəlir, yəni 2 mol duz əmələ gəlir. 2 mol duz əmələ gələn zaman biz bilirik ki, reaksiya daxil olan xlor qazının həcmi 22,4 litrə bərabər olur. İndi isə deyir ki, əgər 4 mol duz yaranarsa, neçə litr xlor qazı reaksiya üçün sərf olunacaq? Buradan reaksiyaya sərf olunan xlor qazının həcminin 44,8 litr olduğunu gördük. 2-də doğru cavabı B variantı seçərsiniz. Növbəti digər çalışma ilə izahımıza davam edirik. Üçüncü çalışma. 3-də bizə deyir ki, deməli, maddə üçün doğru olan ifadəni müəyyənləşdirin. Bu maddəyə baxanda bir kürəcik modelidir müəllimlər. Bax, burada bir karbon görürük, ətrafında 3 hidrogen görürük. Deməli, bu CH3-dür. Baxın. Bu bir karbondur. Bu ətrafda da 3 dənə hidrogeni gördük. Bu oldu CH3. Növbəti halda CH3 birləşib bir karbon, bir CH-a, yəni CH-a birləşibdir. Daha sonra burada biz nə görürük? Bu OH qrupunu göstərir. Şəkildə yaxşı düşməyibdir, PDF-də yaxşı düşməyibdir. Bu OH qrupunu göstərməlidir. Yəni OH qrupudur. Bu oksigen, bu da hidrogendir elə bil ki. CH, OH. Yanında isə belə bir karboksil qrupudur. Bu karboksil qrupunu yenə deyirəm, PDF-də yaxşı düşməyib, amma şəkildə daha yaxşı düşmüşdü. Şəklə baxanda, yəni imtahana gedən müəllimlər asanlıqla bunu müəyyənləşdirə bilərdilər ki, bu karboksil qrupudur. Burada karbonu göstərib, 2 qat rabitə gəlib oksigenə birləşibdir. Burada oksigen, burada isə hidrogen var. Deməli, belə bir maddədir. Bu süd turşusudur, bilirsiniz ki. Deyir, asimetrik karbon mövcuddur. Asimetrik karbon nə deməkdir? Bir karbona 4 tərəfdən müxtəlif atom qrupu birləşməlidir ki, burada asimetri yaransın. Ortadakı karbona bir OH qrupu birləşib, bir CH3 qrupu birləşib, bir hidrogen, bir dənə də karboksil qrupu birləşib. Deməli, ortadakı karbona 4 tərəfdən müxtəlif atom qrupu birləşinə görə buna biz asimetrik karbon deyə bilərik. Deməli, birinci ifadə doğrudur. Növbəti halda bizə deyir ki, 2 əsaslı turşudur. 2 əsaslı turşu o demək ki, karboksil qruplarının sayı 2 olsun. Amma biz burada bir karboksil qrupu görürük. Deməli, 2 əsaslı yox, 1 əsaslı turşudur. Deməli, bu səhv ifadədir. Yağ turşusu, xeyr, süd turşusudur. Natrium OH-la reaksiya daxil ola bilir. Zaten bu turşudur. Siz bilirsiniz ki, turşular qələvlərlə reaksiya daxil ola bilirlər. Ona görə də turşu qələvlə reaksiya daxil olduğuna görə natrium OH-la reaksiya daxil olur ifadəsi doğrudur. 1 və 4 doğru cavab 3-də Y variantında göstərilibdir. Növbəti digər 4-cü çalışmanın izahımıza davam edirik. Görək bizə 4-də nə deyir? Gəlin bir pozan götürək, silək bunları. Deməli, deyir ki, elektrik cəryanı keçirdən maddələri müəyyənləşdirin. Bərk halda kalium hidroksid. Kalium hidroksid bərk aqreqat halda elektrik cəryanı keçirtməz, amma onun ərintisi və suda məhlulu elektrik cəryanı keçirdə bilər. Bərk halda özü duz elektrik cəryanı necə keçirsin? Suda məhlulda və yaxud da ki, əritdikdə ionlara dissosiasiya edə bilən maddələri elektrolitlər deyirlər. Bərk halda biz bunu əritməmişiksə, həll etməmişiksə necə elektrolit deyə bilərik? Qrafit bəli elektrik cəryanı keçirdə bilirdi. Bilirik ki, keçirdə bilir. Əridilmiş deməli maye kükürt, yəni bunu elektrik cəryanı keçirdən kimi götürə bilmərik. Əridilmiş kalsium xlorid, bəli, kalsium xlorid əridiləndə kalsium 2 müsbət xlor mənfi ionlarına dissosiasiya edir və əridikdə ionlara dissosiasiya edə bilən maddələr təbii ki, elektrolitlər olacaqlar və elektrik cəryanı keçirdə biləcəklər. Hələ ki 2-ni seçmişəm, 4-ü seçmişəm. Etil spirti. Spirtlər bilirsiniz ki, OH qrupu var tərkibində. Əgər karboksil qrupu olsaydı, məsələn, amin turşuları olsun, daha doğrusu karbon turşuları olsun, amin turşuları olsun, bunları götürə bilərik üzv maddələrdən. Amma spirtlər elektrolit deyirlər. Yəni spirtləri biz elektrolit kimi qəbul edə bilmərik də. OH qrupu olanları götürmürük. Amma karboksil qrupu olanları, məsələn, suda həll olan karbon turşularından söhbət gedir və ya da ki, amin turşularından söhbət gedir, onları götürə bilərdik. Sonra miski sulfatı suda məhlulu. Miski sulfat suda məhlulda ionlara dissosiasiya edir. Miski müsbət və SO4 2 mənfi ionlarını yaradır. O deməkdir ki, bu həqiqətən deməli elektrolitdir və suda məhlulda elektrik cəryanı keçirdəcək. Bu da doğrudur. 2, 4, 6 doğru cavab C variantı seçərik. 4-dən sonra keçirik 5-ci çalışmaya. Deyir, maddə kalsium sulfatdır. 0,5 molunda olan ion rabitələrin sayı. Ümumiyyətlə, kalsium sulfatın biz qrafik formunu necə təyin edirik, müəllimlər? Siz bilirsiniz ki, bu sulfat turşusundan yaranıbdır. Sulfat turşusu H2SO4 yazılır. 2 əsaslı karbon turşusudur. Üzr istəyirəm, turşudur. Üzr istəyirəm. 2 əsaslı qeyri-üzvü turşudur. Yəni, belə deyək, daha doğru olsun, daha doğru səslənsin. Bu mərkəzi atom kükürdə birləşir. 4 oksigenimiz var. Oksigenin ikisini bu şəkildə qeyd eləmişik. Yerdə qalan oksigenləri isə
mərkəzi atoma birləşdirdik və bu kalsium sulfat duzu yaradan zaman hidrogenlər çıxır buradan. Çıxan hidrogenlərin yerinə nə birləşdiririk? Təbii ki, kalsium birləşdiririk bu şəkildə. Və burada ion rabitələrin sayı deyəndə kalsiumla oksigen arasında 2 dənə qara ilə göstərdiyim ion rabitələrin sayını verir. X-imiz yəni 2-yə bərabər olacaq. Daha sonra isə hələ ki x deməyək də, burada 0,5 mol deyir deyə hələ ki kənardan yazaq ki, çaşmayaq da. 2 altına yazıram. Pi rabitələrin də sayı deyəndə, bax burada 2 qat rabitələr var. 2 qat rabitələrdən hərəsinin biri pi rabitədir. 2 dənə də pi rabitəmiz var. Bu, belə deyək də, 1 molda olandır. 1 molda 2 mol ion rabitəsi varsa, onda 0,5 molda 1 mol ion rabitəsi olacaq. Onda x-i 1 yazarıq. Həmçinin pi rabitəsi də 1 molda 2 mol pi rabitəsi gördüksə, 0,5 molda da 1 mol pi rabitəsi görəcəyik. Deməli, x ilə y hərəsi 1-1 olanda bunların cəmi bizə 2 verəcək. Doğru ifadə 5-də A variantında göstərilibdir. 6. Hansı maddələrin H-bromla reaksiya məhsulu eynidir? Hansı maddələrin H-bromla reaksiya məhsulları eynidir deyəndə gəlin maddələri yazaq və reaksiya tənliyini tərtib edək. Penten 1, CH2, 2 qat rabitə CH, CH2, CH2, CH3. Mən bunun üzərinə H-brom gələndə bilirsiniz ki, Markovnikova görə hidrogen hidrogeni çox olana, halogen isə hidrogeni az olana birləşəcək. Nəticə etibarən əmələ gələn maddəmiz CH3, 2 qat rabitə qırılır, burada brom birləşir. Belə bir maddə əldə olundu. Ümumiyyətlə, burada heç pentenə baxmaya da bilərdiniz. Bunu sadəcə olaraq nümunə kimi yazdım. Çünki pentende 5 karbon var, digərlərində isə 4 karbonlu, yəni əsas zəncirdə bax, buten, buten, buten 4 karbonla bitir. Yəni, biz burada mümkün deyil ki, eyni bir maddəni əldə edə bilək də. Ona görə heç penteni digərlərlə müqayisəsi ehtiyac yoxdur, amma yenə də mən Markovnikovu göstərmək üçün nümunə kimi sizə göstərmək istədim. Yəni 2 metil buten 2-yə baxaq. Metan, etan, propan, butan. 2 metil buten 2 deyirsə, hidrogenləri düzsək ətrafına, bura CH düşəcək, burada CH3. Bunun üzərinə H-brom gələndə, yenə Markovnikova görə hidrogenin çox olana, yəni 2 qat rabitəli karbondan hansının hidrogeni çoxdur, sonra hidrogen birləşəcək. Hidrogeni az olan isə brom birləşəcək və əmələ gəldi belə bir maddə. Bu maddəni adlandırsaq, bu olacaq 2 brom, 2 metil butan. Bunu yazdıq. Sonra keçək digərinə. 2 metil buten 1-ə yazı keçək. 2 metil buten 1, metan, etan, propan, butan. 2 metil buten 1. Aha, burada da hidrogenləri yazsaq, bura CH2 yazarıq. Davamında bura CH3 radikalıdır. Burada CH2-dir, burada da CH3-dir. Yenə bunun üzərinə H-brom gələndə Markovnikova görə hidrogenin çox olana birləşəcək. 2 qat rabitə qırılacaq və burada bir brom birləşəcək. Yenə biz bunu adlandıranda ikinci karbondan brom çıxıbdır, ikinci karbondan metil radikalı çıxıbdır. 2 brom, 2 metil butan deyəcəyik. Deməli, elə hər ikisində eyni oldu. Heç buten biri yoxlamağa gərək yoxdur. Demək 2 ilə 3-dən eyni bir maddəni əldə elədik. Bu deyəsən Y variantını göstərir, beləmi? Hə, Y variantıdır, bəli. Onda 6-da da Y variantını seçək və 6-cı çalışmanı bitirək. Keçək digərinə. Deyir, uyğunluğu müəyyənləşdirin. Karbon və silisiumdan reaksiya daxil olmaq qabiliyyətini müqayisə edək. Deməli, mənbələri necə tapacağıq? Deməli, xlor, bilirsiniz ki, bax, halogenləri yazanda yazırdıq flor, xlor, brom, yoz. Sonra şeir kimi qarşısına yazırdıq on, John, John, Jones. Yəni, flor oksigen azotla, xlor karbon oksigen azotla, brom karbon oksigen azotla, yod karbon oksigen azot kükürtlə reaksiya gedə bilməyəndir də. Demək ki, biz buradan gördük ki, xlor karbonla reaksiya gedə bilməyəcək. O zaman yalnız silisiumla reaksiya girə bilir. Silisium amma xlordan gedə bilir də. Silisium xlor 4 maddəsini yaradırdı. Yəni, xlor karbonla gedə bilməz, amma silisiumla gedə bilər. Ona görə A-nı 2-yə yazdıq o dəqiqə. Kalsiuma gələndə kalsium, deməli, belə deyək də, həm karbonla kalsium karbid yaradır, həm də silisiumla kalsium silisid yaradır. O zaman həm silisiumla, həm də karbonla kalsium elementi gedə bilər. Onda B-ni də bura yaza bilərik. Qatı nitrat turşusu karbonla gedə bilir. Elə bir karbon qazı su və NO2 yaradır. Amma silisiumdan qatı nitrat turşusunun reaksiyasını görməmişik. Yəni, karbondan, amma qatı nitrat turşusu karbon qazı, su və NO2 qazı əmələ gətirir. O zaman mən burada nə götürərəm? Yalnız karbonla reaksiya girir. C variantını yazaq bura. Davamına baxaq. Hidrogen biz bilirik ki, fosfordur, silisiumdur, berilyumdur, alüminiumdur. Birbaşa hidrogendən gedə bilmir. Həmçinin silisiumda hidrogenlə reaksiya girə bilmir, amma hidrogenlə karbon metan əmələ gətirə bilir. Yalnız karbonla reaksiya girir, D-ni bura yazaq. Çünki silisiumdan getmədi hidrogen. Oksigen həm karbonla karbon qaz yaradar, həm də silisiumdan silisium 4 oksid yaradar.
O zaman yaza bilərik ki, Y variantı həm silisium, həm də karbonla gedənlər. Deməli, 1-ə CD, 2A, 3-ə də B-yi, səhv eləmirəmsə 7-də D variantına verilib. Yaxşı görsənmir, yəqin ki, D variantıdır. Neysə, burada D variantını seçdik. Keçək 8-ci çalışmanın izahına. Deyir ki, 8-ci çalışmada AB qazlarından ibarət 2 müxtəlif qarışıq üçün aşağıdakı cədvəl verilmişdir. Birinci və ikinci qarışığın orta molar kütləsi. Siz bilirsiniz ki, qarışıqların orta molar kütləsini hesablayanda, yəni M ortanı hesablayanda M1 Fi1 üstəgəl M2 Fi2 bölünsün Fi1 üstəgəl Fi2 düsturundan istifadə olunur. Birinci qarışığın tərkibi A və B qazlarından ibarətdir. A-nın M-yerini bilmirəm, elə A yazıram. Faizi 75%-dir. M1 Fi1 üstəgəl M2 Fi2. Birinci qarışığın tərkibində ikinci qazımız B qazıdır. Faizi 25%-dir. M-yerini də B ilə işarə eləyək. B-nin də M-yerini B ilə işarə eləyək. Bölürük bunları Fi1 ilə Fi2-nin cəminə. Yəni 75 ilə 25-in cəmi 100-ə. Bu oldu mənim M orta 1-im. İkinci halda mən M orta 2-ni hesablayıram. M orta 2-də yenə M1 Fi1 ikinci qarışıq üçün A-nın M-yerini A ilə faizli qatılığını 25% ilə işarə elədim. Üzərinə gəldim M2 Fi2. M2 Fi2 deyəndə ikinci qazın faizli qatılığı 75% və qazın da M-yerini B ilə işarə edirəm. Bölürəm bunu da yenə Fi1 ilə Fi2-nin cəmi 100-ə. Mənə deyir ki, indi M orta 1-i, yəni bunu M orta 2-yə böləndə 1,25 alırıq. Onda bölmə işarəsi olanda siz bilirsiniz ki, müəllimlər kəsrin sürət məxrəci yerini dəyişir. Onda yuxarını pozub aşağıya yazacağam. 100-ü yuxarı qaldıracağam. Aşağıya isə 25A üstə gəlinsin 75B yazacağam. Təbii ki, belə yazmalıyam. Və vurma işarəsi olacaq onda. Bölmə işarəsi vurma işarəsinin əvəz olundu. Bu zaman yüzlər ixtisar gedəcək və bunu bərabərləşdirəcək 1,25-ə. Daha sonra biz tənliyi həll eləsək, 25-i vuracaq 1,25-ə. Deməli, vuraq. 25-i vuraq 1,25-ə. Bu bizə verəcək nə qədər? 31,25. 31 tam, bəlkə belə eləyək, çətin olmasın deyə. Bu 1,125-i 75 ilə 25-dən ixtisar varaq. Məncə onda daha rahat olar, eləmi? 75-i görək necə olar? 1,125-ə bölsək, burada 60 alarıq. 25-i 1,25-ə bölsək, buradan da alarıq 20. Məncə daha rahat olacaq. Bu 1,25 getdi. Yuxarıda nə qaldı? 60A üstə gəlinsin 20B. Bunlar da yüzlər də zaten ixtisar getmişdi. Bölünsün aşağıda qalıb 25A üstə gəl 75B bərabərdir 1-ə. Demək, mən bunları bir-birinə bərabərləşdirib tənliyi həll edə bilərəm də. Gəlin tənliyi buradan davam edək. 60A üstə gəlinsin 20B bərabər oldu neçəyə? 25A üstə gəlinsin 75B-yə. Buradan da 60-dan 25-i çıxaram, rahat olsun deyə. Bu mənə verər 35A. 35A bərabər olacaq. 75-dən də 20-ni çıxsam, mənə neçə verər? Təbii ki, bu da mənə verəcək 55B. Deməli, 35A 55B-yə bərabərdir və burada bizə verir ki, A ilə B-nin cəmi 72-dir. Deməli, biz nə aldıq müəllimlər? Tapdıq ki, 35A-mız bərabərdir 55B-yə. Mənim xəttim biraz yaxşı deyildi, amma səsdən ifadə edirəm də. Deməli, buradan A-mız bərabərdir 72 çıxılsın B. Gətirək yerinə qoyaq. 35. A-nın yerinə yazacağım. 72 çıxılsın B. 72 çıxılsın B. Bu da bərabərdir 55B-yə. Buradan 35-i vuracağım 72-yə. Eləyəcək, deməli, 2520 çıxılsın 35B bərabərdir 55B-yə. Sonra 55 ilə 35-in cəmi mənə 90B verəcək. 2520-ni böləndə 90-a B-nin buradan ayrının 28 olduğunu taparıq. B-nin ayrı 28-ə bərabərdir. Zaten bizdən B-nin ayrını soruşurdu. Doğru cavabı 8-də B variantı şəklində vurğulaya bilərik. Bu da çox maraqlı sual idi. Bəyəndim bu sualı. Keçək digər suala. Hansı halda məhlulun pH-ı artar? Sulfat turşusu məhluluna tədricən natrium OH əlavə etdikdə. Sulfat turşusu turş mühit yaradır. Turş mühitdə pH bilirsiniz ki, 7-dən kiçik olacaq. pH 7-dən kiçik olacaq. Mən bura qələbə əlavə edəndə turşu ilə qələbə arasında reaksiya baş verəcək, neytrallaşma gedəcək və neytral mühitə doğru hərəkət edəcək. Mühit neytrallaşmağa doğru gedəndə pH 7-yə doğru gedəcək və pH 7-dən pH 7-yə doğru, pH 7-dən kiçikdir. Neytrallaşma zamanı pH 7-dən kiçik olduğu, belə deyək, neytrallaşma yaranan zaman kiçik olan, 7-dən kiçik olan pH mühiti pH 7-yə doğru gedəndə artmağa başlayacaq da. Məsəl üçün, deyək ki, sulfat turşusu mühiti turş mühit yaradır. Məsələn, deyək ki, pH-ımız 3-ə bərabərdir. Əgər mən bura qələbə əlavə edirəmsə, get-gedə neytrallaşma baş verirsə, pH 7-yə doğru yaxınlaşır. Yəni, kiçikdən böyüyə doğru artır. pH artacaq. Bu doğrudur. Miskintrat məhlulunu elektroliz uğratsaq, kuprum SO4-ün suda məhlulunu elektroliz uğratsaq, bilirik ki, katoda mis gedəcək, anoda oksigen gedəcək, məhlulda isə sulfat turşusu qalacaq.
Və bu zaman mis sülfatda hidroliz mühiti əvvəlcə zəif əsas qüvvətli turşu olduğuna görə turş mühitidir. Amma əgər mən burada elektroliz aparsam, yəni hələ elektroliz aparmamışdan qabaq mis sülfatın suda məhluluna hidroliz mühiti kimi baxıram. Hidroliz mühitimiz turş mühitdir. Amma elektroliz prosesi həyata keçiriləndə burada sırf turş əmələ gələcək və biri var ki, duzun tərkibində hidroliz mühitindən yaranan turş mühit, bir də var sırf sistemdə turşu yarandı. Mis çöktü qabın dibinə, oksigen uçdu. Və bu zaman sülfat turşusu qaldı məhlulda və sülfat turşusunun yaratdığı turş mühit daha da qüvvətli turş mühiti. Nəinki mis sülfatın hidroliz mühiti olan turş mühit. O zaman turş mühit daha da artdığına görə pH daha da 7-dən kiçik olacaq. Bu səhv olar. Sonra xörək duzunun məhlulunu elektroliz zamanı, xörək duzunun məhlulunu elektroliz uğratsaq, natri xlorun suda məhlulu elektroliz uğradadır. Bilirsiniz ki, katodda hidrogen qazı, anodda xlor qazı ayrılır. Məhlulda isə natrium OH qalır. Natrium xlor neytral mühit yaradırdı. Hidroliz mühiti neytral mühitdir. Çünki qüvvətli əsas qüvvətli turşdan əmələ gəlmiş duzun hidroliz mühitidir. Amma oxun üzərində elektroliz yatsaq, biz bu natri xloru suda həll elədik. Əvvəlcə buna hidroliz mühiti kimi baxırıq. Aha, mühit neytral mühitdir. Amma biz bunu elektrolizə uğradanda mühit qələvi mühitə çevrilir və qələvi mühit yaranan zaman pH 7-dən böyük olur. Bayaqları pH 7-yə bərabərsə, indi pH 7-dən böyük olanda artıq mühit qələvi mühit olduğuna görə deməli pH 7-yə doğru gedir. Daha doğrusu 7-dən yuxarıya doğru gedir. Yəni qələvi mühitdə pH 7-dən böyükdür axı. Və bu zaman pH-ımız get-gedə artmağa başlayır. Harda artdı? 1 və 3-də, doğru cavabı 9-da. A variantı qəbul edərik. Növbəti halda bizə deyir ki, 10 hansı reaksiyada karbon atomların hibridləşmə vəziyyəti dəyişmir? Deməli, hansı halda dəyişmir? Birinci reaksiya, deməli, H-ın iştirakında şuşaların təsiri ilə alkaların xlordan əvəz etmə reaksiyasıdır. Etan xlorla reaksiya girib etil xlorid yaradacaq və bu zaman etandakı karbonlar da SPH vəziyyətdədir. Etil xloriddəki karbonlar da SPH vəziyyətdədir. Və SPH-dən SPH-ə keçid eləyəndə təbii ki, karbon atomların hibridləşmə vəziyyəti dəyişmədi. Elə A variantını seçərik. Burada pi rabitəsi qırılır. Bayaqları karbonlar sp2 vəziyyətdədirsə, pi rabitə qırılıb bura xlor daxilində SPH vəziyyətə keçid baş verir. Deməli, sp2-dən SPH-ə keçiddir. Bu birisində deməli asetilen su ilə Kucherov reaksiyası üzrə reaksiya girəndə sirkə aldehidi yaradır və burada karbonlar sp vəziyyətdə olduğu halda, burada isə Kucherov reaksiyası üzrə sirkə aldehidi yarananda birinci karbon sp3, ikinci karbon sp2 vəziyyətdədir. Demək ki, burada dəyişmə müşahidə olundu. Burada sirkə aldehidi də hidrogenləşib əmələ gətirəcək etil spirti CH3, CH2OH. Etil spirtində bütün karbonlar sp3 olduğu halda sirkə aldehidində birinci karbon sp3, ikinci karbon sp2-dir. Deməli, sp2-dən sp3-ə keçid müşahidə olundu. Həmçinin etilen doymamış birləşmədir. Etilen yoxsa asetilendir məncə. Asetilen yəqin xəttin biri düşməyibdir, asetilen olsun. Asetilen H-xlorla reaksiya girəndə, əgər 1 mol H-xlorla getsə, CH2 2 qat rabitə CH-xlor yaradacaq və sp vəziyyətdə karbonlar sp2 vəziyyətdə karbonlara keçid elədi. Deməli, dəyişməyən hansı olacaq? Təbii ki, onda A variantını seçə bilərsiniz. Növbəti 11-ci çalışma görək hardadır? 11. Hansı maddənin sinflarası izomeri yoxdur? Qarışqa turşusu turşular efirlərlə sinflarası izomerlik yaradır və onlarda belə deyək də, sirkə turşusundan başlayır bu. Çünki sirkə turşusu qarışqa turşusu metil efiri ilə sinflarası izomerlik yaradır. Qarışqa turşusu bir karbonlu turşudur. Burada onun sinflarası izomeri yoxdur. Etanol etil spirtidir. Etanol dimetil efirlə izomerlik yarada bilər. Bunun varıdır. Etilen alkenlər sikl alkanlarla izomerlik yaradır. İlk sikl alkan 3 karbonlu olduğuna görə propilenden başlayır. Deməli, etilenin yoxudur. Amma propilenin siklopropan izomeri var. Propin alkinlərdə alkinlər alkadiyenlərlə izomerlik yaradır. Propin propadiyenlə izomerlik yaradacaq. Burada var. Olmayanı soruşur bizdən. Olmayan 1, 3. Formaldehid də aldehidlər bilirsiniz ki, ketonlarla izomerlik yaradır və orada propanal asetonla yaradacaq təbii ki. Amma bizdə formaldehid deyir. Formaldehiddə yoxdur axı sinflarası izomerlik. Ona görə bunda da olmadığına görə 1, 3, 5 doğru cavabı 11-də B variantı seçə bilərsiniz. 11 bitdi. Keçək 12-ci çalışmamızın izahına. 12-ci çalışmada bizə deyir ki, mis 2 oksid hidrogenlə reduksiya olunubdur. Və bu zaman bərk qalığın kütləsi 50 qram azalıbdır. Bu məsələnin ən rahat həll eləməyin yolu nədir? Heç reaksiya yazmıram mən. Kupromoldan kuproma keçid eləyirəm. Və bu zaman siz görürsünüz ki, mis 2 oksiddən misə keçid eləyəndə bərk maddənin kütləsində 16 qram azalma müşahidə olunur. Bizə isə deyir ki, əvvəlki bərk maddəmiz 60 qram olub, son bərk maddəmiz 50 qram olub. 60 qramdan 50 qrama keçid eləyəndə 10 qram bərk maddənin kütləsində azalma müşahidə olundu. 10 qram azalma müşahidə olundu. İndi biz görürük ki, normalda bizdə 16 qram azalma müşahidə olunmalıdır. 16 qram azalma müşahidə olunanda
nə qədər belə deyək də mis oksid sərf olunur. 16 qram azalmada görürsüz 1 mol kupromol sərf olunur. Onun da kütləsi 64 ilə 16-nın cəmi deyəsən 80 qram eləyir. 16 qram azalmada 80 qram mis oksid sərf olunursa, burada isə 10 qram azalma var. Gəlin görək 10 qram azalmada nə qədər deməli belə deyək də miski oksid sərf olunacaq. Bunun üçün biz 800-ü böləcəyik 16-ya, bizə verəcək hardasa 50 qram. Deməli tapdıq ki 50 qram kupromol sərf olunubdur. 60 qram kupromolumuz var idi. Bunun 50 qramı sərf olunandan sonra 10 qram kupromol sistemdə artıq vəziyyətdə qaldı. İndi deməli bizim sonda əlimizdə 10 qram miski oksid artıq vəziyyətdə qalıbdır. Son bərk qalığımız isə 50 qramdır. Çünki müəllif deyir ki, sonra bərk qalığımız 50 qram olubdur. Onda belə çıxır ki, son bərk qalıq, yəni 50 qramlıq bərk qalığın 10 qramı reaksiya sərf olunmamış miski oksiddir. Çünki biz tapmışdıq ki, 10 qram azalmada 50 qram kupromol sərf olunacaq. 60 qramlıq kupromolun 50-si sərf olunandan sonra sonda əlində 10 qram kupromol qalmışdı. İndi bu artıq qalmış 10 qram kupromol son bərk qalıq 50 qramın neçə faizini təşkil edir? Bunun üçün onu 50-yə bölüb 100-ə vursanız, görərsiniz ki, doğru cavab 20% olacaq. O zaman burada da biz, yəni 12-də də biz doğru cavabı 20% qəbul edə bilərik. Növbəti 13-cü çalışma ilə izahımıza davam edirik. Deyir ki, spirtləri veribdir. Deyir, miski oksiddən oksidləşmə məhsulları. Deməli, müəllimlər, burada da tez tapa bilərdiniz cavabı. Dərhal tapa bilərdiniz. Niyə? Çünki siz bilirsiniz ki, propanal aldehiddir. Aldehidlər nədən yaranır? Birli spirtlərdən. Propanol, birli spirt olan propanol 1-dən yaranmalıdır. O zaman propanol 1, bilirsiniz ki, propanol 1 belə yazılır da CH3, CH2, CH2, OH. Bu birli spirtdir. Hardan bildik birli spirtdir? Çünki OH-ın birləşdiyi, bax bu OH-ın birləşdiyi karbonun bir dənə karbon qonşusu var. Deməli, bu həqiqətən birli spirtdir. Birli spirtlər, yəni propanol 1, oksidləşib propanalı əmələ gətirəcək. Propanol 1-in olduğu cavablar ya A-dır, ya C-dir, ya da Y-dir. Hələ fikirləşirik. Butanon asetondur. Aseton bilirsiniz ki, ketondur. Ketonlar, deməli, üzr istəyirəm, butanon aseton deyil, daha doğrusu keton da demək istəmişdim. Çox üzrlü hesab edin, Butanon keton demək istəmişəm, çaşıb aseton demişəm. Deməli, ketondur. Ketonlar bilirsiniz ki, ikili spirtlərin oksidləşmə məhsullarıdır. Butanon 4 karbonlu ketondur. 4 karbonlu keton uyğun olaraq 4 karbonlu spirtin, ikili spirtin oksidləşməsindən yaranacaq. 4 karbonlu ikili spirt hansı spirtdir? Təbii ki, butanol 2. Niyə? Baxın, CH3, CHOH, CH2, CH3. OH-ın birləşdiyi karbonun 2 karbon qonşusu olduğuna görə biz buna ikili spirt deyəcəyik. Və burada butanol 2, deməli, ikili spirtdir. Onun oksidləşməsindən nə əmələ gələcək? Belə bir butanon, yəni keton əmələ gələcək. O zaman butanol 2-ni seçə bilərik. Adi şəraitdə oksidləşməyən isə bilirsiniz ki, adi şəraitdə oksidləşməyənlər deməli, belə şey deyək də, üçlü spirtlər olacaq. Gəlin görə üçlü spirt hansıdır? Məsələn, A variantını yoxlasaq 2 metil propanol 2 veribdir. Baxın, metan, etan, propan. 2 metil yazdım, propanol 2. Və göründüyü kimi bu OH-ın birləşdiyi karbonun neçə karbon qonşuları? 3 karbon qonşuları. Baxın, 1, 2, 3. Deməli, bu üçlü spirtdir. Üçlü spirtlər nədir? Oksidləşə bilməyəcəklər. Deməli, doğru cavab 13-də A variantında göstərilibdir. 14 ilə davam edirik. 14-də biraz uzun görə bilərsiniz. Bu sizi narahat eləməsin. Cümlələr, yəni sizi narahat eləməsin. Niyə? Çünki burada cümlələr uzun yazılsa da bunun bir məğzi var. Deməli, qablardır. Qabların içərisində mis sülfat məhlulları var. Bu mis sülfat məhlullarını ABC lövhələrinə daxil ediblər və lövhələri daxil eləyəndə görüblər ki, birinci qabda müəyyən müddət sonra metal lövhənin üzəri rəngli təbəqə ilə örtülüb və kütləsi dəyişibdir. Bu deməkdir ki, A lövhəsi, A metalı, məsəl üçün deyək ki, ola bilər sink olsun, ola bilər ki, nə bilim, dəmir və s. hər hansı bir metaldan hazırlanmış lövhədir. Misdən aktiv metaldır ki, gəlib onu misi duzundan sıxışdırıb çıxardıb, mis keçib deməli lövhənin üzərinə və bu zaman lövhənin üzərində rəngli bir təbəqə yaranıb. Mis öz rəngini ötürübdür A lövhəsinin üzərinə. Demək ki, reaksiya baş veribdir ki, burada
lövhədə dəyişim müşahidə olunubdur. Deməli, mən bura orta aktiv metal götürəcəm. Deyirsiniz, niyə aktiv metal götürmədiniz? Çünki aktiv metallar duz məhlullarında su ilə avtomatik reaksiya girirlər və məsəl üçün deyək ki, natrium metalını mən əgər sistemə daxil eləsəm, lövhə şəklində, məsəl üçün bax, deyək ki, lövhəni natriumdan hazırlamışam, daxil elədim mis-sulfat məhluluna. Bu zaman natrium olsun, litium olsun, barium olsun, kalsium olsun, aktiv metallar dərhal su ilə reaksiya girirlər. Oradan qələvi yaradırlar və hidrogen qazı uçur gedir havaya və biz burada sərbəst metal ala bilmirik. Məsəl üçün deyək ki, natrium metalı daxil edim mis-sulfat məhluluna. O avtomatik su ilə reaksiya girəcək, əmələ gətirəcək natrium OH qələvisi və hidrogen qazı və əmələ gəlmiş natrium OH qələvisi növbəti mərhələdə kuprum SO4 duzu ilə reaksiya daxil olacaq və reaksiya zamanı kuprum OH2 çöküntüsü yaranacaq və natrium SO4 duzu yaranacaq. Baxın, reaksiya məhsulunu yazdım. Bu oxumuzu göstərir. Oxu göstərək daha səliqəli şəkildə. Kuprum OH2 çöktü və natrium 2 SO4 duzu yarandı. Və buradan göründüyü kimi kuprum SO4 məhlulundan natrium OH qələvsinin reaksiyasına çöküntü yarandı, natrium sulfat yarandı və sərbəst metal ala bilmədim. İndi birinci qabdakı aktiv metal olmayacaq, orta aktiv metal olacaq. Çünki aktiv metal olsaydı buradan sərbəst mis metalı ala bilməzdim. Mis metalı almazdı. Əgər burada mis metalı alınıbsa sərbəst şəkildə birinci qabda alınıbdır ki, keçib A lövhəsinin üzərinə və lövhənin kütləsini dəyişdirib və lövhədə müəyyən bir rəngli rəng əmələ gətirib, müəyyən bir rəngli təbəqə yaradıbdır. Mis keçib də A lövhəsinin üzərinə. Demək ki, mis sərbəst şəkildə alınıbdır ki, A lövhəsinin üzərinə keçib və lövhənin kütləsini də dəyişdiribdir. Üstəlik orada bir rəngli təbəqə yaradıb. A-ya orta aktiv metal, məsəl üçün sink deyək. Amma B-də isə şiddətlə reaksiya gedib qaz qabarcığı çıxıb, bayaqdan dediyim kimi hidrogen qazı yaranıbdır. B elə bayaq danışdığımı əks etdirir. Natrium deyək ki, aktiv metal götürmüşəm. Su ilə şiddətlə reaksiya girib hidrogen qazı yaradıbdır. Sonra bu əmələ gəlmiş qələvə mis sulfatla reaksiya girib göy rəngli çöküntü mis OH2 çöküntüsünü yaradıbdır. Deməli, B-miz burada aktiv metal. Məsəl üçün natriumu təmsil edir və ya da litium da ola bilər, hər hansı bir aktiv metal. 3-də isə deyir, heç bir rəng dəyişimi müşahidə olunmuyubdur. Yəni belə deyək də, lövhənin kütləsində dəyişiklik müşahidə olunmuyubdur. Deməli, 3-cüdə məsəl üçün deyək ki, argentum metal götürmüşəm. Argentum misdən pasiv metaldır. O gəlib misi sıxışdırıb çıxarda bilmədiyinə görə heç bir dəyişiklik müşahidə olunmayacaq. Deməli, C variantın, C-də 3-cüdə belə deyək də, heç bir deməli dəyişiklik baş vermədi, çünki reaksiya getmədi. İkincidən sərbəst metal ala bilmədim, çünki natrium gəlib bayaq göstərdiyim kimi mis OH2 çöküntüsü və natrium sulfat yarada bilər. Amma birincidən məsəl üçün sink kuprum SO4 ilə sink SO4 və kuprum metalı yaradır. Buradan sərbəst metalın özünü ala bildim. Hardan sərbəst metal almaq üçün istifadə edə bildik? Ancaq birincidən yalnız A deyək də, yalnız A metalı ilə istifadə etməklə bu prosesi həyata keçirdə bildik. 14-də doğru cavabı C variantı seçə bilərsiniz. Növbəti 15-ci çalışmanın nizamımıza davam edər. 15 də çox maraqlı bir sualdır. Deyir, aşağıda termokimyəvi tənliklər verilmişdir. Verillərə əsasən 44,8 litr metan qazı su buxarından yandıqda. Su buxarı alınmaqla yanıbdır. İndi gəlin yazaq. Metanın üzərinə oksigen gəlmişik, əldə eləmişik karbon qazı və su. Əmsallaşdırırıq bu şəkildə və burada deyir ki, su buxar şəklində əmələ gəlsin. Su buxarı yazdım. Bax, gördünüzmü? H2O buxar yazdım. Amma müəllimlər, bizim əsas tənliyimiz bu tənlikdir. Mənə deyir ki, gəl sən bu tənliyin tənliyə əsasən, sırf mənim yuxarıda yazdığım tənliyə əsasən 44,8 litr metan qazı reaksiya daxil olanda əmələ gələn su buxarının həcmini, daha doğrusu reaksiya daxil olan zaman ayrılan istiliyin miqdarını hesabla və bizə deyir ki, mütləq elə bir reaksiya yaz ki, buradan su buxarı əmələ gəlsin. Yəni bizə verilən bu birinci tənlikdə su əmələ gəlib, amma maye halda. Mənə deyir ki, gəl elə bir tənlik yaz ki, oradan su alınsın, amma buxar şəklində alınsın. Demək, mənim əsas tənliyim yuxarıda yazdığım qırmızı tənlik kimi olmalıdır. Amma mənə verilən tənliklər hansı tənliklərdir? Baxın, bu birinci, bu ikinci, bu üçüncü tənlik. Mən bu tənliklərdən istifadə edib yuxarıdakı yekun tənliyi əldə etməliyəm. Bunun üçün biz nə edə bilərik? Deməli, müəllimlər, baxın, mən düşünürəm ki, mənim əsas tənliyimdə H2O buxar sağ tərəfdədir, əmsalı da 2-dir. Mənə verilən tənliklərdən isə ikinci tənlikdə H2O buxar var, bərabərliyin sağında da əmsalı 2-dir. Deməli, mən düşünürəm ki, ikinci tənliyin hər tərəfini 2-yə vurum, yazım 2 H2O maye, əmələ gətirdi 2 H2O buxar və bu zaman istilik effekti -44, 2 dəfə artıq -88-ə çevriləcək. O zaman yazdıq bunu. Daha sonra bu birinci tənliklə bu ikinci tənliyi tərəf-tərəfə toplamaq istəyirəm. Deməli, birinci tənliklə ikinci tənliyi tərəf-tərəfə toplayanda nə baş verəcək? Birinin sağındakı, digərinin solundakıyla eyni olanlar ixtisar gedəcək. Baxın, 2 H2O maye, buradakı 2 H2O maye ilə ixtisar getdi.
Əlimizdə nə qaldı? Sol tərəfdə CH4 qaz aqreqat halında, zaten mənə də elə o lazım idi. Üstə gəl 2 mol oksigen, mənim əsas tənliyimə uyğun yazıram hələ ki. Sonra burada bir karbon qazı qalıb, onu da yazdım karbon qazı şəklində. Sağda da 2H2O buxar, bax burada qalıbdı. Üstünə də gəldim nə? 2H2O buxar şəklində. Və bu zaman müsbət 890 mənfi 88 ilə toplandı. Müsbət 890 üzərinə mənfi 88 gələndə mən müsbət 802 aldım. Deməli, bu reaksiyanın istilik effekti 802 kilojoula bərabər olacaq. Bərabər olacaq daha doğrusu. 802 kilojoul yazdım. İndi mənə deyir ki, sən 44,8 litr metan qazı alanda nə qədər istilik ayrılacaq? Mən bu tənliyə görə 1 mol metan qazı əldə eləmişəm. Daha doğrusu yandırmışam. Metan qazı yandıranda, daha doğrusu əldə eləyəndə yox, üzr istəyirəm, yandıranda daha doğrusu. Mən indi bu tənliyə görə 1 mol metan qazını yandırmışam. 1 mol metan qazı yandıranda 802 kilojoul istilik ayırmışamsa, o zaman bizə deyir ki, gəl sən 44,8 litr metan qazını yandır. Yəni 2 mol metan qazını yandır. Gəlin görə 2 mol metan qazını yandıranda nə qədər istilik lazım olacaq. Bu da eləyəcək 1604 kilojoul. Deməli, 2 mol metan qazının su buxarı alınanda, yandıranda ayrılan istiliyin miqdarı 1604-ə bərabər oldu. Əgər desəydilər ki, bu reaksiyanın istilik effektində 802 tapıb, bax, cavabı D variantı seçərdik. Amma bizə şərtdə deyir ki, 44,8 litr metan qazı istifadə etsəydik nə qədər ayrılardı? Təbii ki, 2 dəfə artırıb 1604 deyərik. Sonra da bizə deyir ki, metanın əmələ gəlmə istəyir. Metanın əmələ gəlmə istəyir, 3-cü tənlikdən birbaşa tapa bilərik. Necə? Bilirsiniz ki, 1 mol mürəkkəb maddə bəsit maddələrdən yaranan zaman ayrılan istiliyə əmələ gəlmə istiliyi deyilir. Burada metan mürəkkəb maddəsi bəsitlərdən yaranıb, karbon və hidrogendən. Bu zaman bu reaksiyanın istilik effekti 75-i əmələ gələn mürəkkəb maddə, yəni metanın əmsalına bölməklə metanın əmələ gəlmə istiliyinin 75 kilojoul bölünmü olduğunu tapa bilərəm. Ona görə də doğru cavabı 16-da rahatlıqla C variantı seçə bilərsiniz. Daha doğrusu 16 yox, 15 deyəsən, 15-də. 15 tapdıq, 16 ilə davam edək. Deyək ki, qısa ion tənliyi H müsbət, OH mənfi. Deməli, burada bilirsiniz ki, natrium hidrosulfat natrium OH ilə reaksiya girəndə natrium 2SO4 və H2O yaranacaq. Burada natriumdur, HSO4-dür, natrium OH-dur. Hamısı ionlara dissosiasiya edir. Hər biri ionlara dissosiasiya edir. Sağda da hər biri ionlara dissosiasiya edir, amma su ionlara dissosiasiya edə bilmir. Və su ionlara dissosiasiya edə bilməyəndə, bax, bu birinci tənlik var ha. Birinci tənliyi gəlin lap açıq şəkildə yazaq. Natrium hidrosulfatı necə yazarıq? Natrium müsbət, H müsbət, SO4 2 mənfi. Üzərinə gəldim natrium OH-da natrium müsbət, OH mənfi. Reaksiya zamanı əmələ gəldi 2 mol natrium müsbət, 1 mol SO4 2 mənfi. Üzərinə də gəldim H2O. Sonra biz burada ixtisarımızı aparsaq, burada 2 dənə natrium var. Bu 2 natriumu apardı. Burada 1 SO4, buradakı 1 SO4 apardı. Əlimizdə nə qaldı? 1 H müsbət, bax burada da var. 1 OH mənfi burada da var. Reaksiya zamanı 1 H2O, aha bu da var. Deməli, elə doğru cavab A variantıdır da. Digərlərini niyə götürməliyik? Çünki sink OH2 ionlara dissosiasiya etmir. Bərabərliyin sonunda mütləq sink OH2-ni göstərməli idi. Amma bizdə yuxarıda göstərmir. H, OH yazıb olacaq. Deməli, bu getdi. Həmçinin burada kuprum OH2-dir deyəsən, səhv eləmirəmsə, ya da kalsium OH2-dir, bilmirəm, məncə kuprum OH2-dir. Lap kalsium OH2 olsa, sağda kalsium karbonat çöküntüsü yaranar. Onu da göstərməli idi ki, qısa ion tənlikdə yoxdur. Burada barium sulfat çöküntüsü yaranacaqdı. Bərabərliyin sağında barium SO4 çöküntüsünü qısa ion tənlikdə göstərməli idi. Çünki çöküntülər qısa ion tənlikdə yazılır. Amma bizdə yoxdur. Burada natri xlor karbonat turşusu yaranır. Karbonat turşusu da karbon qazı su şəklində yazılır. Karbon qazda qaz olduğuna görə ionlara dissosiasiya etmədiyinə görə bərabərliyin sağında karbon qazını göstərməli idi. Amma yoxdur. Deməli, bu da səhvdir. Yalnız A variantı təbii ki, doğru olacaq burada. Növbəti halda 17 ilə davam edirik. Deyək, nitrat turşusunun məhlulunun kütləsi 120 qram 25%-li. Deməli, nitrat turşusu məhlulu verib, kütləsini 120 qram verib, faizli qatlığı 25% verib. Deməli, 120 qram 25%-li məhluldan söhbət gedir. Bu zaman biz 120-nin 25%-ni tapırıq. 120-nin 25%-ni tapanda bizə burada verəcək 30 qram turşu, yerdə qalan 120-dən də 30-u çıxanda yerdə qalan hissə isə bizə verəcək 90 qram suyu. 90 qram su, 30 qram isə HNO3-dən söhbət gedir. Deyir ki, bura N2O5 əlavə etdik. İndi siz bilirsiniz ki, mənimlər N2O5 sistemə daxil olan kimi 90 qram su ilə birlikdə reaksiya daxil olacaq və 90 qram su hamısı sərf olunacaq. Niyə? Çünki deyir N2O5 əlavə olunandan sonra sistemdə ancaq suyu olmayan nitrat turşusu qaldı. Suyu olmayan nitrat turşusu o demək ki, 90 qram suyun hamısı N2O5-dən reaksiya sərf olunmalıdır. O zaman N2O5-in üzərinə su gəlsək, buradan HNO3 yaranacaq və siz bilirsiniz ki, əmsallaşdırsaq bura 2 yazmalı olacaq və bilirik ki,
1 mol N2O5, yəni 108 qram N2O5, 1 mol, yəni 18 qram su ilə reaksiyaya girir. Bizim əlimizdə 90 qram su var və bu tamamilə sərf olunmalıdır. Gəlin görək 90 qram su üçün biz neçə qram N2O5 sərf etməliyik. Bu zaman 108-i vuracağıq 90-a, böləcəyik 18-ə. Deməli biz 540 qram N2O5 sərf etməliyik. Deyir, reaksiya sərf olan N2O5-in kütləsini tap. O da 540 qramdır. Doğru cavab 17-də D variantında göstərilibdir. 18. Verilmiş maddələrdən hansıların həm həndəsi, həm də optik izomeri mövcuddur. Həndəsi izomer o demək ki, cis transamerlik olsun. Optik izomeri o demək ki, bir karbonu 4 tərəfdən müxtəlif atom qrupu birləşsin. Gəlin bir-bir maddələri yoxlayaq. 2 metil penten 2. Metan, etan, propan, butan. Pentan. 2 metil penten 2. Və biz burada baxan kimi görürük ki, bax bu karbon var. Bax bu CH3'dür. Bu da CH3'dür. Sonra bu CH''dır, bu CH2'dir, bu da CH3'dür. Bu karbon heç cürə cis transamerlik yarada bilməz. Niyə? Çünki dərsdə demişdik ki, cis transamerlik o deməkdir ki, bir karbon, iki qat rabitəli karbonlar daha doğrusu hərəsinə ayrı-ayrı atom qrupları birləşsin. Bu ulduzladığım iki qat rabitəli daha doğrusu karbona, iki qat rabitəli karbona iki dənə eyni radikal birləşib. Ax bu necə cis transamerlik yaratsın? Demək bu yarada bilməyəcək. B variantını yoxlayaq. 4 metil heksan 2. Metan, etan, propan, butan, pentan, heksan. 1, 2, 3, 4. 4-dən metil radikalı çıxardırıq. 4 metil heksan 2 dediyinə görə 2-dən də 2 qat rabitəni çıxartdım. Yazıram. CH3. Bura bir CH əlavə elədim. Bura da bir CH əlavə elədim. Daha sonra 1, 2, 3. Burada bir CH. Bura CH2. Burada CH3. İndi bax bu 2 qat rabitəli karbonların hərəsinə ayrı-ayrı atom qrupları birləşib. Birinə hidrogen metil, birinə də hidrogen və belə bir radikal birləşib. Gördünüzmü? Aha. İndi gəlin bunu lap açıq şəkildə cis transamerini göstərim. Daha aydın olsun. Bax burada bir karbondur, bunun yuxarısına hidrogen, burada bir karbondur, yuxarısına bir hidrogen yazdım. Bu hidrogenlər müstəvinin bir tərəfində olanda metillə bu belə bir ikili butil radikalı müstəvinin bir tərəfinə keçəndə burada cis transamerlik yaranır. Yəni cis izomerlik. Yuxarıda olanda hidrogenlər cis formu olacaq. Cis transamerliyi gördük. Üstəlik də bu karbon optik aktivdir. Niyə? Çünki bu karbonun baxın hidrogeni var, metili var, etili var və belə bir nəhəng qrupla əhatələnibdir. Deməli bu qırmızı ortaladakı karbon həm də optik aktivlik yaradır. Optik aktiv izomerliyin yaranmasına səbəb olur. Asimetrik karbondur. Deməli 4 metil heksan 2-də həm asimetrik karbon var, həmçinin cis transamerlik yarada bilir. Ona görə də 18-də B variantını götürə bilərsiniz. Digərləri zaten ödənməyəcək, istəsəniz baxa bilərsiniz, ödənmir heç birisi. Sonra 19-la davam edirik. İlkin qarışıq natri karbonat, natrium hidrokarbonatı qızdırılanda siz bilirsiniz ki, natri karbonat parçalanmaz, amma natrium hidrokarbonat parçalana bilir. 2 mol natrium hidrokarbonat parçalananda 1 mol natrium karbonat, 1 mol karbon qazı, 1 mol da su maddəsi əmələ gətirəcək. Və biz burada bilirik ki, natrium hidrokarbonatın kütləsi 84 qramdır. Ml 84 qramdır daha doğrusu. 2 vurulsun 84 qram natrium hidrokarbonat parçalananda burada bərk maddənin kütləsi karbon qazı və suya görə azalacaq. Niyə? Çünki 2 mol natri hidrokarbonat bərk aqreqat haldadır. O parçalanıb natri karbonat bərk aqreqat halda olan duzunu yaradır. Və də karbon qazı uçur gedir havaya və də su əmələ gətirir və karbon qazı qazdır, su da mayedir. Bunlar bərk maddənin kütləsindən sayılmaz. Bərk maddədə kütlə azalmasını yaratmasına səbəb olur. Kütləni azaldır, bərk maddənin kütləsini azaldır. Və 44 qram karbon qazı, 18 qram da su bizə 62 qram azalma verir. 2 vurulsun 84 qram, yəni başqa cür desək 168 qram natrium hidrokarbonat parçalananda 62 qram bərk maddədə azalma müşahidə olunur. Burada isə bizə deyir 200 qram bərk maddənin kütləsi 31% azalıb. 200-ün 31%-ni tapanda burada da yenə 62 qram azalma müşahidə edirsiniz. Yenə də 62 qram azalma olub. Deməli 62 qram azalma üçün biz nə qədər natrium hidrokarbonat sərf eləmişik? Təbii ki 168 qram. O zaman belə çıxır ki 200 qramlıq ilkin bərk qalığın, bərk kütlənin 168 qramın natrium hidrokarbonatdırsa, onda yerdə qalan 32 qramı isə natrium karbonat olacaq. İndi müəllif bizə deyir ki bu 32 qramlıq natrium karbonat ilkin 200 qramlıq deməli, bərk maddənin neçə faizini təşkil edir kütləcə? O zaman 32-ni sadəcə 200-ə bölüb 100-ə vurmaqla görəcəksiniz ki, 16%-ni təşkil edir. Bu da bizə 19-da G variantında göstərilibdir. Daha sonra keçirik 20-ci çalışmanın izahına. Gəlin 20-ci çalışmamıza baxaq.
20-də bizə deyir ki, kalium ortofosfat H3PO4-lə getdi. Bəli, biz bilirik ki, kalium ortofosfatın hidro və dihidro duz yaratmaq kimi bir iqtidarı var. Yəni burada PO4 qalığını biz yəni hidro duz və dihidro duza çevrilənə qədər artıra bilərik. Kalium 3PO4-ün üzərinə 1 mol H3PO4 gələndə elə bil ki, burada kalium 2HPO4 yaranır. Daha sonra bu kalium 2HPO4 təzədən H3PO4 ilə reaksiyaya girir. Kalium sayı 1 vahid azalır və hidroduz dihidroduza. Elə bil ki, hər dəfə turşu əlavə etdikcə normal duz hidroduza, növbəti mərhələdə dihidroduza çevrilir. Daha kalium dihidro ortofosfatın H3PO4 ilə reaksiya daxil olmaq qabiliyyəti yoxdur. Çünki bunun dihidroya qədər yeri var. Kalium ortofosfat deməli kalium OH ilə gedə bilmir. Çünki bunun 3 kaliuma qədər yeri var idi. Kalium 3PO4 kalium OH ilə gedə bilmir. Kalium H2PO4 isə H3PO4 ilə gedə bilmir. Çünki onun H2PO4-ə qədər yeri var. Yəni dihidroduza qədər yeri var idi. Ona görə kalium dihidro ortofosfat H3PO4 ilə gedə bilməz. Bu mərhələ doğru deyil. 3-cü mərhələ doğru deyil. 20-də C variantı seçərik. Amma digər variantlar doğrudur. İndi buna kalium OH ilə sizə versələr, imtahana gedəndə versələr kalium 3PO4, kalium OH getməyəcək. Amma kalium 2HPO4 və kalium H2PO4 kalium OH ilə gedə bilər. Çünki onların kaliumun indeksində 3-ə qədər yeri var. Yəni bu məsələləri də bu şəkildə həll edə bilərsiniz.